Bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir suda. Dahi Nizami Gəncəvi bu misraları ilə suyun nə qədər saf, təmiz, şəfaveverici olmasına baxmayaraq, həddindən artıq içilərsə onun da insana zərər verəcəyini, dərd verəcəyini söyləyir. Bəli, bu həyatda dəngə çox önəmlidir. Həyat hər birimizi dəngələmək, tarazlığa gətirmək üçün çalışır. Yəni biz özümüzdə istər duyğusal olaraq, istər maddəsel olaraq həddi aşmışıqsa, həyat həddi aşdığımız hər nədirsə, onun tam tərs qütbünü bizə rast salar. Əslində bütün qəzalar, xəstəliklər, yəni xoş olmayan hadisələr neqativdən pozitivə keçmək üçün meydana gəlir. Önəmli olan orada dəyişmə nail olmağımızdır, dirənməməyimizdir. Sistem bizi pozitivə çəkə bilmək üçün bolca neqativ qütbə getməyimizi gözləyir. Heç bir şey təsadüf deyildir. Baş verənlər həmişə həqiqəti söyləyir. Şuur isə biləyi bükülənə kimi baş verənlərə etiraz edir. Başımıza gələn hadisələr bizə nə isə öyrətmək üçün baş verir. Öyrənməyə dirənc artdıqda isə acımızın dozu da artır. Bu, bildiyimizdən geri dönməməyin göstəricisidir. Əslində, sistem sən ona necə yön verirsənsə, o da elə davam edir. Deyək ki, sən bir şeyə həddindən artıq bağlısan, onu buraxa bilmirsən. Bu bir əşya, bir şəxs və yaxud da bir hiss də ola bilər. Həyatına bunu sənə buraxdıracaq, vazgeçdirəcək biri mütləq gələcəkdir. İndi mən sizə bunu misallar üzərindən izah edəcəm, məlumat sizə tam aydın olacaq. Bir duyğu üzərindən gedək. Düşünək ki, mən həddindən artıq fədakaram. Mənim qarşıma həmişə məsuliyyətsiz insanlar çıxacaq. Mən bu insanları həyatımdan çıxarsam da, əgər mən fədakarlığımdan vaz keçmirəmsə, sadəcə mənim qarşıma çıxan insanların adları dəyişəcək. Amma başıma gələn hadisələr eyni olacaq və buna da döngü deyilir. Bunu başqa bir misal üzərindən göstərək. Düşünək ki, mən ustayam və mənim qatı bir ədalətsizlik duyğum var. İndi olan hadisələrə baxaq. Burada ədalətsizlik duyğumun üzə çıxması üçün mənim həyatıma bu ədalətsizliyi göstərmək üçün müxtəlif insanlar çıxacaq. Deyək ki, mənim bir usta dostum var. O işlədiyi yerdə mənə uyğun bir iş olduğunu gəlib deyir və iş sahibini çox tərifləyir ki, pulu vaxtında verir, bizi yeməklə, içməklə təmin eləyir. Gəl sən də işi danış, başla. Mən də gəlirəm, işi danışıram, tutaq ki, 1000 manatlıq bir qiymət deyirəm və işimi işləyib bitirirəm. Əmək haqqına gələndə növbə mənim əmək haqqımın 1000 manatından 200 manatını kəsir. Mən burada nə qədər üsyan eləsəm də, bu vəziyyətə nə qədər üzülsəm də, sonda bu vəziyyəti qəbul edirəm. Çünki mənim altda bir kodum var ki, mənim onsuz da pulum heç vaxt tam verilməyib, haqqım heç vaxt tam ödənilməyib, onsuz da mənə rast gələn insanlar ədalətsiz insanlardır. Biz dedik ki, başımıza gələn hadisələr bizə nə isə göstərmək üçün, nə isə öyrətmək üçün baş verir. Deyək ki, mən bu hadisədə öyrəndim ki, bundan sonra nə olur olsun, kimin evini işləyirəm işləyim, əmək haqqımı əvvəlcədən danışıb tam alacam. Bu dəfə başqa bir iş adamı ilə danışıram, ödənişimi əvvəlcədən tam istəyirəm və o da mənə tam ödənişi verir. Lakin mənim ədalətsizlik kodum var axı. Mən bayaqki hadisədə bunu görmədim. Təkrar bu hadisədən yeni bir hadisə başıma gəlməlidir ki, mən o kodu görüm. Görmədikdən dediyim kimi döngü halında bu təkrarlanacaq. Bu dəfə hadisə necə olur? Bu mənə pulumu tam verdi. Amma dünənə kimi yeməklə bütün işçiləri təmin edən iş adamı mənim yemək haqqımı vermir. Yəni məni yeməklə təmin eləmir. Buradan da təkrar deyirəm ki, pulumu tam verdi, bu tərəfdən kəsdi. Yəni mənim yenə də əmək haqqım hardasa kəsildi. Demək ki, biz hadisədə görməmiz gərəkəni görmədikdə, öyrənməmiz gərəkəni öyrənmədikdə, hadisə növbəti dəfə yenidən təkrarlanacaq və təkrarlanarkən şiddətini biraz daha da artıracaq. Ta ki, sən onu görənə kimi, o duyğunu özündən təmizləyənə kimi vəziyyət döngü halına alacaq. Dəngə və tarazlıq mövzusunu bir də tərəzi üzərindən izah edeyim. Əvvəllər tərəzilər necə idi? Aldığımız ərzağı tərəzinin bir gözünə qoyurduq. Tarazlığı tutturmaq üçün isə digər gözünə çəki daşı qoyurduq. Əgər artıq əski olurdusa, hər hansı bir tərəfdən artırıb azaldırdıq. Beləcə dəngəni tuttururduq. Bəs bu vəziyyətdə nə edək? Tarazlığı necə tuturaq? Dəngəyə necə gələk? Elə bayaqki misal üzərindən gedəcəm. Məsuliyyətsiz insan və fədakar insan. Dedik ki, fədakar insanın fədakarlıq səviyyəsi 70%dirsə, onun qarşısına çıxan adamın fədakarlıq faizi 30 olacaq. 70, 30 olduq 100. Bəs necə edək ki, 50-50-yə gələk? Düşünək ki, mən alma almağa gəlmişəm. 6 kiloqramlıq bir alma götürmüşəm və satıcıya yaxınlaşıram. Satıcının yalnız bir dənə 4 kiloqramlıq daşı var. Bu daş olsun mənim o məsuliyyətsiz dediyim insan. Yəni mən o daşı nə artıra bilirəm, nə azalda bilirəm. Yəni mən onun üzərində heç bir dəyişim edə bilmirəm. Amma yan tərəfdə, yəni almanın üzərində vəziyyəti dəyişə bilirəm, artıra da bilərəm, azalda da bilərəm. Burada almalar oldu o fədakar insan, məsuliyyətsiz adam oldu o daş. Yəni onu dəyişmirik.
onun üzərində heç bir dəyişim edə bilmirik, amma almaların üzərində edə bilirəm. Demək mən 4 kiloqramlıq mənim çəki daşım varsa, mən məcburam ki, almalarımı azaldım, yəni fədakarlığımı azaldım, onunla eyni tarazlığa gəlim. Buradan da onu öyrəndik ki, yəni mən o 70% o artıq olan hissəni azaltmalıyam. Addım-addım, yavaş-yavaş, xırda-xırda mən artıq fədakarlığımdan vaz keçməyi öyrənməliyəm. Bunu öyrənməsəm, gələn dəfəki öyrənəcəyim, bunu mənə öyrədəcək dərs daha acınacaqlı olacaq. Ona görə də yavaş-yavaş bunu dəngəyə salmalıyam. Tərəzini bir dənə gözünüzün qarşısında canlandırın. Vəziyyət necədir? Alma olan tərəf daha aşağıda, çəki daşı olan hissə isə daha yuxarıdadır. Mən almaları bir-bir götürdükcə, mən yavaş-yavaş yuxarı qalxıram, çəki daşı olan hissə isə aşağı enir. Yəni tarazlaşırıq. Bəzən olur ki, adam sual verir ki, onda mən yaxşılığımdan vaz keçim, mən onda pis insan olum. Biz pis insan olmuruq. Zaten bizim öyrənməmiz gerəkən şey onu normala gətirməkdir. Həddini aşdığımız şeylər nədirsə, biz onu normala gətirmək üçün bu hadisələri yaşayırıq. Yox, əgər xoşuna gəlirsə bu vəziyyəti təkrar-təkrar yaşamaq, seçim sənindir. Yox, əgər dəyişməyi istəyirsənsə, demək nəyi aşmısansa həddi, o həddə gətirmək lazımdır, dəngəyə gətirmək lazımdır vəziyyəti. Yəni sən onu azaltdıqca əmin ol ki, qarşı tərəf fədakarlığını artıracaq. Yəni burada qorxu hissi yaranmasın sizdə ki, mən onda yaxşılığımdan vaz keçim. O necə olacaq? Elə olmur. Yəni bu qaydadır, bu yasadır. Yəni sən onu azaltdıqca qarşı tərəf onu artıracaq.